Hərzə Aslanov metro stansiyasının yaxınında yaxalacaq da. Tələbəm Ruslan bəylə. Get Ruslan, gözləm onu. Şəhər daxil sürmə dərsimizdəyik. Qarşıda bizi dairə gözləyir. O dairənin adı Ukrayna dairəsidir. İndi dairəyə biz bu istiqamətən daxilində nişan görəcəksən ki, dairənin səsini gözləmək lazımdır. Solumuzu gözləyib dairəyə daxil olacaq. İstəyirəm. Çalış. Dairəyə hər zolaqdan girmək olar. Həm sağ, həm sol. İkisindən girmək olar. Amma çalış sağ zolaqdan daxil ol ki, sən dairədən çıxmağın daha rahat olsun. Gəl biraz artır sağını yandıraraq əksən. Gəncə prospekti məlumat verəcək nişan görsən 4.3 nişan təkrar. Biraz da gəl gir səriyə, bax uçub zakim gəl. Artıq Ukrayna dairəsindəyik. Burada imkan tapanda operativ olmalısan, sürməlisən. Biraz da qabağa bırax. Biraz da qabağa bırax. Bırax qabağa, narahat olma, biraz bırax qabağa. Çıx. Afərin, çıx. Adacığı tapdalama. Bax, bu adacıq bura yersiz çəkilibdir. Çəkilməməlidir. Heç bir mahiyyət daşımır. Sağını yanınla bilsin, sən belə çıxacaqsan. Bunlar bizi gözləməlidirlər. Çünki biz dairədən çıxırıq, onlar isə dairəyə daxil olurlar. Keç söz var. Mesela burada xaos yaranır. Qarşıda isə Əhmədli metro stansiyası var. Biz irəliləyirik, üzü Haqlar istiqamətində doğru gedəcəyik. Oldu? İndi biraz maşın sıxlığı az idi. O çaspik vaxtıdır, nə bilim, maşınların çox olan saatında Ukrayna dairəsinə girmək çıxmaq çox çətin məsələyə çevrilirdi. Bura işıqfor lazımdır. İşıqfor olsa yolun səmərəliyi daha rahat olar. İndi canlı yayın edirəm. Çəkiliş dayandırıram, amma dərsimiz davam edir.